Süfrələrin bərəkət, duaların ümid, qəlblərin mərhəmət tapdığı mübarək bir Ramazan axşamında xoş gördük sizləri. Bugünkü verilişimizdə ruhun qidası, qəlbin nuru olan namaz ibadəti haqqında danışacağıq. Gözəl bir deyim var. Deyirlər namaz qılan insan dünya yükünü yerə qoyar, səzdədə rahatlıq tapar. Namaz qəlbin Allaha açılan qapısıdır. Hər rükət bu qapıya bir addımdır. Eyni zamanda namaz insanın ruhunu Allaha yüksəldən ən gözəl səfərdir. Məhz bu gün biz də bu gözəl ibadət haqqında danışacağıq. Studiyamızın qonağı isə tarix üzrə fəlsəfə doktoru, çox dəyərli müəllimimiz Abbas Qurbanovdur. Abbas müəllimlə mövzumuzu müzakirə etmədən öncə gözəl bir Qurani-Kərim tilavəti dinləyək, ondan sonra davam edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله الذي أنزل على عبده الكتاب ولم يجعل له عوجا قيما لينذر بأسا شديدا من لدنه ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين فيه أبدا وينذر الذين قالوا اتخذ الله ولدا ما لهم به من علم ولا لآبائهم كبرت كلمة تخرج من أفواههم إن يقولون إلا كذبا فلعلك باخع نفسك على آثارهم إن لم يؤمنوا بهذا الحديث أسفا إنا جعلنا ما على الأرض زينة لها لنبلوهم أيهم أحسن عملا وإنا لجاعلون ما عليها صعيدا جرزا أم حسبت أن أصحاب الكهف والرقيم كانوا من آياتنا عجبا
إذ أوى الفتية إلى الكهف فقالوا ربنا آتنا من لدنك رحمة فقالوا ربنا آتنا من لدنك رحمة وهيئ لنا من أمرنا رشدا فضربنا على آذانهم في الكهف سنين عددا ثم بعثناهم لنعلم أي الحزبين أحصى لما لبثوا أمدا صدق الله ربنا الأعلى. Bəli, əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi, bugünkü mövzumuz Peyğəmbərimizin də gözümün nuru dediyi namaz haqqındadır. Abbas müəllim, xoş gördük sizi. Hoş gördük Eldar müəllim. Bir daha Ramazan ayınız mübarək olsun. Bugün çox aktual bir mövzu haqqında hər kəsin özünə dindar deyən, özünü İslamda görən bir insanın ilk vəzifəsi qəbul etdiyi namaz haqqında olacaq ki, Peyğəmbərimiz də namaza gözümün nuru deyə tərif etmişdir. Namaz nədir, mahiyyəti nədir və insanın psixikasına, insanın belə deyək, ruhi həyatına təsiri nələrdir? Çox sağ olun Eldar müəllim. Bu dəvətiniz üçün mən sizin və sizin komandanızı eyni zamanda hal-hazırda bütün Dəyər TV izləyicilərinin hər birini Allahın salamı ilə salamlayıram və hər birinə bu mübarək Ramazan ayının mübarək olması, xeyirli mübarək olmasını arzu edirəm. Qoy bu ay bizlərin bütün dualarımızın, ibadətlərimizin qəbul olunduğu bir ay olsun. Bu ayda qazandığımız savablar bizlərə axirət günü əməl dəftərinin sağ tərəfindən verilməsinə, nail olmasına səbəb olsun. Bəli, siz də buyurduğunuz kimi Peyğəmbər sallallahu əleyhi və səlləm namaz haqqında bəhs elədiyi zaman gözümün nuru deyə bəhs eləyir. Başqa bir tərəfdən də namaz eyni zamanda dinin dirəyi qəbul edilir. Mən müsəlmanam deyən hər bir şəxs İslam'a daxil olmanın ilk addımı əgər kəlmə-i şəhadət gətirməkdirsə, İslam dininin ikinci şərti namaz qılmaqdır, ibadət etməkdir. Yəni, əvvəlcə buradan, bu mövzuda bəhs eləyək. Baxın, hər bir vəzifənin, hər bir işin, hər bir öhdəliyin əməli bir fəaliyyəti vardır. Elə bir iş yoxdur ki, məsələn, mən bu vəzifəni yerinə yetirirəm, onun içərisində amma əməli, fiziki bir fəaliyyətim yoxdur. Əgər bir öhdəliyin, bir vəzifəm varsa, bir işi nəyisə icra edirəmsə, orada bir əməli öhdəlik kəsinliklə və kəsinliklə vardır. Bu mənada mən müsəlmanam deyib, İslam dinini qəbul edən və Allahın varlığını, ona şərik qoşmadığını, onun tək olduğunu qəbul edən hər bir insan Allah üçün o inancının nəticəsində bir fəaliyyəti, bir əməli yerinə yetirmək məcburiyyətindədir. Bu da İslam dinində namazdır. Yəni, namazı sadəcə müəyyən insanlar bəzi insanlar öz aralarında da falan kəs əyilib qalxır. Xeyr, bu mənada deyildir namaz. Bilirsiniz, namaz o qədər
mənəvi yüklü, o qədər ruhani yüklü bir ibadətdir ki, və bu ibadəti yerinə yetirdiğiniz zaman siz imanın dadını dada bilirsiniz. Bu ibadəti yerinə yetirdiğiniz zaman siz əsl müsəlman olduğunuzu göstərmiş olursunuz, ifadə etmiş olursunuz. Allah'a olan bağınızı ifadə etmiş olursunuz. Baxın, Quran-ı Kərimdə onlarla yerdə namaz ibadətinin əmr olunması ilə bərabər namazın dosdoğru qılınması ilə əlaqədar da ayətlər vardır. Namazı dosdoğru qılın, namazı düzgün qılın mənasında. Namazı haqqıyla əda edin, doğru yerinə getirin. Səcdə edin və yaxınlaşın. Bəs əvvəl siz də qeyd etdiniz. Bir insanın namaz ibadətini yerinə yetirməsi onun Allah ilə, onu yaradanı ilə öz arasındaki bir diyalogudur. Danışmasıdır. Baxın, buna hazırlıqların özü belə əvvəlcədən başlayır. Yəni, bir işi yerinə yetirəcəksən, namaz ibadətini, ona əvvəlcədən dəstəmaz almaqla başlayırsan. Dəstəmaz almazdan əvvəl də, yəni, əlində başqa bir işlərin varsa, onları bir kənara qoyursan. Gedib dəstəmaz alacaqsan. Ehtiyaclarını görəcəksən. Ehtiyaclarını qarşılayacaqsan. Dəstəmaz almaq üçün. Yəni, biraz əvvəl sizin dediyiniz kimi, dünya işlərindən bir kənara qoyursan, hələ namazın vaxtı girməmiş olmuş olsa belə, ona müəyyən mənada hazırlaşmağa başlayacaqsan. Baxın, dəstəmazın farzları olsun, sünnətləri olsun, namazın farzları olsun, sünnətləri olsun, bunların hamısına tək-tək baxdığımız zaman biz görürük ki, əslində hər bir addım, hər bir farz, hər bir sünnə bizi abdestdən artıq namaza, dəstəmazdan bizi namaza başladır. Yəni, əvvəlcədən görün nə qədər hazırlıqlar. Baxın, bugün tələbə adını qazanmaq istəyən bir gənc, baxırsan ki, 6-cı, 7-ci sinifdən, 8-ci sinifdən müəyyən hazırlıqlara başlayır. Onun təməllərini atır yavaş-yavaş. Baxın, namaz üçün də bu şəkildədir. Gündə neçə dəfə namaz qılırsansa qıl, hər birisində bu şəkildədir. Sən əvvəlcədən özünü cismən, mənən, ruhən bu ibadətə hazırlamış olursan və hazırlaşırsan. Və biraz əvvəl də dediyimiz kimi, namaz ibadəti əgər sənin Allah ilə olan diyalogunun, Allahın huzuruna çıxdığının bir nümunəsidirsə, sən bu huzura çıxdığın zaman ən gözəl bir şəkildə hazırlaşmağa başlayırsan. Peyğəmbər s.ə.v-in həyatına biz baxdığımızda biz görürük ki, Peyğəmbər s.ə.v namaza başlamamışdan əvvəl o dəstəmazla hazırlaşmaqla bərabər geyiminə diqqət edər, ən gözəl ətirləri sürər, ən gözəl şəkildə buna fiziki olaraq hazırlaşar, mənən olaraq, ideolojik, düşüncə olaraq hazırlaşar və bu ibadəti yerinə yetirməyə başlayır. Baxın, namaz ibadətinin biz insanlara farz olunduğu məkanın özü belə müqəddəs, ayrıca bir məkandır. Peyğəmbər s.ə.v bilirik ki, Miracda ikən əmr olundu və bu nöqteyi nəzərindən belə baxdığımızda namazın nə qədər fərqli bir ibadət olduğunun biz açıq-aşkar şahidi oluruq. O sən qeyd elədiniz, namaz bəndənin Rəbbi ilə olan eyni zamanda belə deyək, əlaqəsiz bir ünsiyyət vasitəsidir, düzdürmü? Birbaşa gündə əgər 5 dəfə namaz qılırsa, 5 dəfə Rəbbi ilə görüşdüyü bir ibadət. Allahın huzuruna çıxır. Huzuruna çıxır, bəli, bəli. Və Allahın huzurunda da öz, belə deyək, namazın sonunda o duaları ilə öz problemlərini, müşküllərini və ya da şükrünü əda etmiş olur. Bu mənada namaz ibadətinin insan psixologiyasına müsbət mənada təsir etdiyini deyə bilərik. Yəni, bir insanın huzur tapması üçün, mənəvi rahatlıq və sükunəti əldə etməsi üçün namaz ibadəti hansı rol oynayır insan mənəviyyatında və ya da insan psixikasına? Bir işə sən bu qədər
həyəcanla, arzu ilə, istəklə hazırlaşırsan. Və biləndə ki, adicə namaza hazırlaşdığın zaman dəst namazlı, abdestli insanlar haqqında Peyğəmbər s.ə.v-in hədislərində o qədər bu mövzuda hədislər var ki, yəni bir insan deyir, bir gün içərisində 5 dəfə əlini üzünü yuyarsa və yaxud da bir neçə dəfə əlini üzünü yuyarsa, onun əlində, üzündə, ayağında heç kirdən əsər-əlamət qalarmı? Xeyr, qalınmaz. Və davamlı bu əməli, bu ibadəti yerinə yetirən insanın axirət günü həmən o orqanlarının tərtəmiz olacağını, bəmbəyaz olacağını ifadə olunur. Və insan bütün ibadətə başlayarkən, namaz ibadətinə başlayarkən Allahu Ekber deyib, təkbir gətirib, dünya ilə olan bütün əlaqələrini kəsib, huşu içərisində biraz əvvəldən də bəhs etdiyimiz kimi onu yaradan Allahın huzurunda olduğunu dərk edib ibadət etdiyi zaman əlbəttə o ən böyük psixolojik rahatlığı orada tapacaq. Baxın, bugün ətrafımız dünyanın o qədər üzərimizdə təsirləri var ki, gəlin etiraf edək ki, bəzən heç yadımıza düşməyən bəzi dünyalıq sözlər, düşüncələr namazdayken ağlımıza gəlir. Yəni bilirsiniz, bu həm səni o ibadətdən yayındırmaq üçün şeytanın bir vəsvəsəsidir. Bir tərəfdən sən zihin olaraq o qədər sakitləşirsən, o qədər rahatlaşırsan ki, o beyninin dərinliklərində olanlar belə sənin gün üzünə çıxır. Düz bunları əlbəttə beynindən həmən qovub, öz ibadətinə konsentrə olub, o ibadətin arxasınca getmək lazımdır. Yəni namaz ibadətinin hər bir hərəkəti əslində uzun bir proqramlar haqqında danışılacaq mövzulardır. Rükuda dayanırsan, Allahın huzurunda dayanırsan, dimdik dayanırsan, onun varlığını hiss edərək, Quran-ı Kərimdən surələr, dualar oxuyursan, təkbirlər gətirirsən, rükuya gedirsən, rükunun özü belə Allaha bir təzim olduğunun ifadəsidir və səcdəyə gedirsən. Səcdə halı bir insanın həyatında ibadət zamanı etdiyi elə bir məqamdır ki, yeganə məqamdır ki, yeganə andır ki, o anda şeytan deyir, insanlara vəsvəsə verməz, insana yaxınlaşa bilməz. Və ayət kərimələrdə də Allah Teala səcdə et və yaxınlaş. Yəni bir insanın Allaha yaxınlaşa bilməsinin yolunun səcdədən keçdiyini bildirir Allah Teala. Səcdəni də biz nə vaxt eləyirik? Namazda icra edirik. Və yaxud da hər hansı bir səcdə ayətləri oxunanda və yaxud da Allaha dua edəndə bu kiminsə böyüklüyünün qarşısında əyilmək mənasında deyildir. Bu, məni yaradanın varlığının nə qədər böyük olduğunu və mənə verdiyi hər bir nemət üçün mənim nə qədər şükür etdiyimin ifadəsi olaraqdandır. Yəni, sizə birisi, biraz əvvəl də dedim, bir vəzifənin verdiyi məsuliyyət və o məsuliyyətin içərisində sən bir hansı bir işi yerinə yetirirsən. Allah Teala da bizə bu nemətləri, bu dünyanı, bu həyatı verməsinin qarşılığında sadəcə və sadəcə ona ibadət etməyimizi istəyir. Bu ibadətin də namaz olduğunu bildirir. Və bu ibadəti biz yerinə yetiririk. Və biraz əvvəl də siz qeyd edədiniz ki, namaz ibadətin ağrında dualarımızı edirik. Yəni, hər bir gələcək həyatımız haqqında, hər bir işimiz haqqında düşüncələrimizi, arzularımızı, istəklərimizi biz namaz sonunda Allahdan istəyirik və Allaha çatdırmağa çalışırıq. Əl açaraq, ona dua edərək, namazın sonunda onu zikr edərək, onu xatırlayaraq. Yəni, hər bir dünyalıq olan hər bir halımızı, düşüncələrimizi, ən azından məişət problemləri, cəmiyyətdəki problemlər, iş həyatındakı problemlər, maddi problemlər, insanımızın, bizlərin, hamımızın beynini o qədər məşğul edir ki, və biz ən azından namaz əsnasında bunları bir kənara belə buraxdığımız zaman rahat bir nəfəs almış oluruq. Vay o insanların anına ki, namazda da bunlardan xilas ola bilmirlər. O zaman düzdür, onların ibadətlərinə də bu bir zərərdir. Eyni zamanda psixolojik olaraq da heç bir rahatçılıq yaşaya bilmirlər. Bir tərəfdən də insan
yəni bir anlıq düşünün ki, mən hər zaman bunu tələbələrə də deyirəm. Gözlərimizi yumub həqiqətən də Allahın huzurunda olduğumuzu dərk edərəkdən necə ibadət edərdik düşüncəsi ilə ibadət etməyə qalxsaq, görəsən necə ibadət edərik? Görəsən o surələri, o duaları necə oxuyarıq? Hansı tonla, hansı aramla oxuyarıq? O rükuları necə edərik? O səcdələri necə edərik? O duaları necə edərik? Və o huzurdan qalxmaq istəyərikmi, yoxsa istəmərikmi? Ya ona görə ki, Peyğəmbər s.ə.v-in həyatına biz baxdığımızda görürük ki, Peyğəmbər s.ə.v-in əxlaqı Qur'an-ı-Kərim idi, amma günlük həyatı isə demək olar ki, ibadətlərlə keçərdi. Ayaqları şişənə qədər namaz qıldığının biz şahidi oluruq. Hədislərdə bunlar söylənir. Yəni Peyğəmbər s.ə.v bütün günahları bağışlanmış, seçilmiş bir Peyğəmbər olmuş olmasına baxmayaraq, ayaqları şişənə qədər namaz qılardı. Yəni nəyə görə? Allahın huzurunda olma arzusu, istəyi, həvəsi, o bərabərlikdən, o huzurda olmaqdan qazandığı, aldığı rahatlıq, qazandığı mənəvi duyğular onun o ayaq şişmələrini bəlkə də ona hiss etdirmirdi. Yəni ona görə ki, bizlər belə Allah ziyarət edən hər bir şəxsə nəsib eləsin və yaxud da ki, etməyənlərə də nəsib olsun. Müqəddəs bölgələrə getdikdə, həcc zamanı və ümrə zamanı baxırsınız ki, normal həyatımızda əgər günlük namaz ibadəti üçün bir neçə dəqiqə, bir neçə bəlkə toplasan heç bir saat belə vaxt ayırmadığımız halda, orada saatlarla, dəqiqələrlə biz ibadət edirik. Və o rahatlığı nə qədər fərqli bir aurada, nə qədər fərqli bir dünya içərisində namaz qıldığımızın biz şahidi oluruq. Yəni bugün orada olmasaq da o duyğular içərisində ibadətlərimizi yerinə yetirməyimiz lazımdır. Və bu yerinə yetirmələr əlbəttə bizə həm psixolojik olaraq, həm mənəvi olaraq, həm bir daxili dünyamız olaraq bizə bir rahatçılıq verəcəyini mən 100% əminəm. Osman, çox önəmli bir xüsusa nəzər yetirdiniz, diqqət çəkdiniz. O da insanın namaz əsnasında adaptasiya prosesinin ən pik nöqtədə olduğudur. Hətta bugün psixoloqların və ya xoşbəxtlik üzərində çalışan mütəxəssislərin də dediyi kimi, yəni insanın xoşbəxtliyi əldə etməsi üçün və gündəlik rutin həyatında özünü daha rahat, daha xoşbəxt, psixoloji problemlərdən uzaq hiss etməsi üçün başlıca əməllərdən biri də, bir neçəsi var, amma biri də təbii ki, bu haqda danışanların çoxu digər dinlərə mənsub olan insanlardır, mütəxəssislər. Onlar ən azı bir 20 dəqiqə, 25 dəqiqəlik hər bir kəsin meditasiya etməsini tövsiyə edirlər. Yəni gün ərzində 20-25 dəqiqəlik bir meditasiya. İslam dinində də bu namaz ibadəti əslində insanın özünü dərk etməsi, özünü anlaması, Rəbbi ilə olan əlaqəyə daha geniş fokuslanmasını belə deyək, şərtləndirən bir ibadət. Bir nöqtəyə də diqqət çəkməyinizi rica etsəm, Osman. Deməli, biz namaz qılarkən, namaz qılan insanların həyatı daha düzənli, daha belə deyək, bütün belə qaydalara, bütün nizamlara uyğun olaraq tərtiblənir. Çünki gün ərzində sübh namazını qılan insan artıq o sübh namazı ilə günə başlayır, günorta namazı ilə artıq o günortanın verdiyi o rəhavət, o ağırlıq onun üzərindən qalxmış olur və digər namazlarda bu şəkildə davam edir. Yəni bir insanın gündə qıldığı o namaz, qeyd etdiyimiz kimi o namazdan öncəki o dəstəmaz, hətta Peyğəmbərimizin bir insan əsəbləşdiyi zaman, qəzəbləndiyi zaman gedib abdest alsın, dəstəmaz alsın. Yəni o dəstəmaz suyunun insan bədəninə, həm fiziologiyasına, həm psixologiyasına çox müsbət mənada təsiri var. Həm təmizlik baxımından, həm də digər fizioloji baxımdan. Yəni onu necə dəyərləndirər? Yəni çünki insanlar belə deyək, ibadətlər olsun və yaxud da digər əməllər olsun, daha çox hadisələrə praqmatik yanaşırlar. Biz həm mənəvi nöqteyi nəzərdən hadisəni dəyərləndiririk, həm də maddi nöqteyi nəzərdən. Yəni bir insan üçün bir də belə zahirdən baxdığımız zaman namazın faydasına toxunmaq nöqteyi nəzərindən o nizam nöqtəsinə
nəzərə yetirsək. Ben biraz evvel Peygamber sallallahu aleyhi ve sellem'den bir misallar vermeye çalıştık. Bilirsiniz, herkes de bizi dinleyenler de bilirler. Hazreti Ali dövüşlerin birisinde ok yarası alır ve bu ok yarasının okun çıkarılması için ben namaza durun. Ondan sonra siz oku çıkardın, hiçbir şey hisselemedim buyurur ve biz bunun böyle bir hadisenin yaşanmışlığının şahidi oluruz. Veyahut da başka bir taraftan Peygamber sallallahu aleyhi ve sellemin hanımı Hazreti Ayşe Peygamber sallallahu aleyhi ve sellem namaz kılarken sinesinin kaynayan gazan kimi kaynadığını ifade edilir. Yani o heyecan, o teşviş, o dahili dünyasındaki o namazda olmanın verdiği bir içeride ve dahilindeki o oynamalar, oyanmalar. Bəli, bugün sadece biz İslam dinine inanırıq diye demirik. Sizin de çok güzel ifade ettiğiniz gibi diğer dinlere inanan insanlar da veyahut da bu sahanın mütehassisleri de veyahut da ki tıp sahasının insanları da her bir insanın gün ərzində bir neçə dəqiqə birisi meditasiya deyir, birisi buna psikolojik rahatlıq deyir, ne deyirlərsə deyilsin, bir an ve özünü bir kenara çekip o dünyadan necə deyilir soyutlanıb, kənarlanıb psikolojik olarak özünü rahatlaması lazım olduğunu ifade edirlər ki biz de bunun İslam dininde namaz ibadeti ile icra olunduğunu bildiririk. Yani her birimiz böyle bugün hiç İslam dinine inanmayan bir insan böyle siz de biraz evvel qeyd elədiniz. Heyecanlandığı zaman, əsəbləşdiyi zaman, ne bileyim halının pis olduğu zaman elini yüzünü yuyuruq. Onu serinletmeye çalışırıq ki İslam dininde olan her bir insan bunu en azından her gün 5 defa veya bir neçə defa tekrar etmiş olur. İbadetlerini doğru bir şekilde Allah'ın namazlarınızı dosdoğru qılın ifadesinden çıxış edərək doğru bir şekilde icra eden her bir insanın hayatı istisnası olarak ben deyərdim ki bir normal bir rutin üzerinde devam etmektedir. Yani siz de qeyd etdiniz, sabahın erken saatlerinden uyanıp güne daha erken saatlerinden başlamış olması, günün o bereketini kazanmış olması ve en azından bu ibadetleri yerine getirdiği zaman mesela biraz evvel tam hansı etrafındaki bir insana zarar verip bir neçə dəqiqə sonra Allah'ın huzuruna necə çıxa bilərəm düşüncəsiyle yəqin ki bu cür hallardan bile onu uzaklaştırar. Ama bugün çok təəssüf ki dünyamızda tam bunun əksi fikri iller evvel telkin edilmeye başlandı ve buna çok təəssüf ki nail olundu. Tam tersine sanki ibadet ehlinin, ibadet eden insanların genelde insanların his ve duygularına hiç bile mehel koymadan bunları insanların hak ve hukuklarına girerler, haklarını taptalayarlar. Ondan sonra da hiçbir şey olmamış gibi değil, gelip namaza durarlar, ibadet ederler. Düzdür, bunların bəzilərinin əgər hayatta bir gerçek payı vardırsa, bəzilərinin de sırf ben deyərdim ki hem Müslümanlarla beraber İslam dinini ve İslam dininin en büyük emirlerinden birisi olan namaz ibadetini zedelemek için hayata geçirilen adımlardır. Yani namaz kılmak nedir ki? Yeni de gidip bu işleri eləyirsən də. Yani insanlar aslında burada ben namazlarımı, ibadetlerimi səhv yerine getirirəm düşüncesinden daha çok onları namazın boş bir şey olduğu ifadesini onlara çatdırmaya çalışırlar. Ve burada həqiqətən də bizim imdadımıza, bizim köməyimizə çatacaq yeganə vasitə bizim ibadetlerimizin boş boşuna sadece bir eğilip kalkmak olmadığını, bizim Allah'a olan bir şükür vazifemizi, bir Allah'ın bizden istediği bir vazifeni doğru bir şekilde necə icra edebileceğimizi düşünerekten hayata geçirmemize bizim möhkəm sarılmamız lazımdır. Etrafımızdaki ibadet edip
eyni zamanda həyatın o çox-çox təəssüf ki, qəbul olunmayan reallıqlarıyla da iç-içə olduqlarını gördüyümüzdə onlara heç olmasa bir xəbərdarlıq etməyimiz lazımdır ki, sənin həm ibadət əhli olub, həm də bunları yerinə yetirmən doğru deyil. Yəni sən ən azından həm özünü düzəltməklə bərabər eyni zamanda ibadət əhlinin adına da böyük bir nə olursan, ləkə gətirmiş olursan. Onlara bir nöqsan olmuş olursan. Yəni ona görə ki, hər bir əməldə bir ölçü vardır. Hər bir fəaliyyətdə bir ölçü vardır. Hansı ki, bunu İslam dini çox gözəl istəyir. Hər bir şeyin nizamının, balansının saxlanmasını istəyir. Ədalət prinsipinin saxlanmasını istəyir. Yəni insanın ibadətlərində, həyatında, düşüncəsində, yaşayış tərzində əgər ədalət prinsipi yoxdursa, ədalət prinsipi, balansı pozulubsa, o özü ilə bərabər ətrafdakılara da zərər vermiş olur və çox-çox təəssüf ki, başqalarına da pis örnəklər təşkil etmiş olur. Baxın, qeyd etdiyiniz kimi insanlar ətrafdan baxır bir insanın onun əməlləri və dediyiniz kimi o qıldığı namazlara uyğun olmadığı zaman birbaşa dindən soyumağa həvəslidirlər. Amma belə bir reallıq da var ki, deyək adam həkimdir, Hipokrat andı içib, amma əlində xəstəsi də ölə bilir və yaxud da öz xəstəsindən rüşvət də ala bilir. Öz xəstəsinə pul kimi baxan həkimlər də var, amma biz heç birimiz həkimlikdən və yaxud da tibbdən uzaqlaşmırıq. Və ya hüquq bitirib ədalətə, haqqı, ədaləti bərpa edəcəyinə inanan hüquqşünaslar var, vəkillər var. Onların da içlərində müəyyən qədər öz ixtisaslarına uyğun, bəli, öz vəzifələrinə uyğun negativ davranışlar. Amma biz heç birimiz hüquqdan, haqdan, ədalətdən uzaqlaşmırıq o fərdə baxıb. Amma nə yazıq ki, insanlar bir dindarın davranışına baxıb və yaxud da bir neçə dindarın davranışına baxıb ümumi dindən soyumağa meyillidirlər. Bu da nəfs hər halda onları bunu etməyə istiqamətləndirir və təşviq edir. Bizim məqsədimiz odur ki, yəni insanı, o bir məşhurlardan birini də xatırlamıram, bir sözü var, deyir, mən müsəlmanları görüb İslama gəlmədim, mən müsəlmanları tanımadan İslama gəldim, yaxşı ki, tanımamışdım deyib. Yəni, Quranı oxuyub İslamı qəbul edib. Yəni, İslamı sadəcə müsəlmanlar üzərindən dəyərləndirməyib, onun real həqiqətini qəbul edərək qəbul etmək lazımdır. Amma müsəlmanın da üzərinə düşən vəzifə təbii ki, əsl müsəlman, əl-muslimu mən sələməl muslimunə min lisanihi və yədi. Bəli, əsl müsəlman digər müsəlmanların əlindən və dilindən zərər görməyən bir insandır. Bəli, bizim də tövsiyəmiz, təmənnimiz bütün müsəlmanlara tövsiyəmiz budur. Mən son olaraq bu Ramazan ayında namaz qılmaq istəyən, o Ramazan ayında daha çox insanların dinə, dini ibadətlərə, elə deyək, həvəsi, iştiyaqı çoxalır. Bu günə qədər namaz qılmayan, amma həsrəti ilə yaşayan və yaxud da namaz qılıb bir müddətdən sonra namazı tərk edənlər və ya uşaqlar olsun, valideynlər olsun, gənclər olsun, nəticə itibarilə nə tövsiyə verərdiniz Ramazan ayında? Nələrə diqqət etsinlər? Bərəkət ayıdır. Ramazan ayı bir huzur ayıdır. Ramazan ayı Qur'an ayıdır. Ramazan ayı bir namaz ayıdır. Ramazan ayı digər aylardan fərqlənən bir aydır. Ramazan ayı o aydır ki, içərisində Qədir gecəsi deyilən bir gecə vardır və içərisində Qədir gecəsi olan bir ay 1000 aydan daha xeyirlidir. Ramazan ayı biz insanları Allaha bəndə olmağa təşviq edən, onu istiqamətləndirən və ona bu yolu rahat bir şəkildə açan bir aydır Ramazan ayı. Əgər bir insan Allaha bəndə olmaq istəyirsə, o bəndəliyini, ilk addımlarını Ramazan ayında atsın mən deyə tövsiyə edirdim. Yəni, əlbəttə, oturub Ramazan ayını gözləməsin, həmən bu düşüncədə olduğu andan etibarən başlasın. Amma təməllərini atıb onu daha da möhkəmləndirmək istəyirsə, ən gözəl zaman, ən gözəl ay Ramazan ayıdır. Ona görə ki, buradan bizi izləyən hər bir şəxsə, böyükdən kiçiyə qədər hər bir şəxsə bunu ifadə eləmək istəyərdim ki, çatdırmaq istəyərdim ki, Allaha bəndə olmayıb, həyatdakı digər
şəxslərə, qüvvələrə və yaxud da nəyəsə bəndə olanlar bilsinlər ki, onun sonunda ya xəstə olacaqlar, ya zəlil olacaqlar, ya şikəst olacaqlar, ya da bədbəxt olacaqlar. Həyatda bəndə olmanın ən gözəl istiqaməti Allaha olan bəndəlikdir. Bu bəndəliyin ən gözəl və ən rahat, ən asan şəkildə icra olunacağı zaman isə deyərdim ki, Ramazan ayıdır. Hər bir şəxsin, kimlərin ki, qəlbində belə düşüncələr var, siz dediniz, namaza başlamaq istəyirlər. Artıq Ramazan ayındayıq. Bu Ramazan ayı bizlərə verilmiş bir fürsətdir. Onlara da verilmiş fürsətdir. Hər birimizə verilmiş bir fürsətdir. Bu fürsəti doğru dəyərləndirib başlasınlar. Yəni, oruc ibadətləriyle, yəni yavaş-yavaş namazlarıyla, Ramazan ayı bir Quran-ı Kərim ayıdır. Bacarırlarsa orijinalından, yəni ərəb dilindən, onu bilmirlərsə Azərbaycan dilində Quran-ı Kərimi oxusunlar. Ramazan ayı sahuruyla, iftarıyla çox mübarək bir aydır. Ramazan ayı təravih namazlarıyla dolu olan, ibadətlərlə dolu olan bir aydır. Bu təravih namazlarında cemaat olaraq iştirak eləsinlər. Baxın, namaz yeganə ibadətlərdəndir ki, yəni neçə dəfə qılmasından asılı olmayaraq bütün ibadətləri, namaz ibadətlərini məsciddə icra edən bir insan, orada ən azından məscid dostları olur onun. Məscid kollektivi olur onun. Bir-birləri ilə həmfikir olurlar. Bir-birlərinin halını, əhvalını soruşurlar. Yəni, sosiallaşmanın bir mənbəyidir namaz. Və bu sosiallaşma onların gələcək həyatlarına da müsbət təsir edir. Yəni, bunu Ramazan ayını bir fürsət bilib, mənim fikrimcə, bu ayda, yəni Allaha bəndə olmanın ən gözəl ayıdır, mən deyərdim Ramazan ayı. Bu ayda ibadətlərinə başlasınlar. Amin, inşallah. Bizim də təmənnimiz budur. Abbas müəllim, könül istərdi. Daha çox danışaq, daha çox namaz mövzusu da geniş mövzudur. İnşallah digər verilişlərimizdə daha digər xüsuslarına da diqqət çəkib mövzumuzu davam etdirərik. Bir daha Ramazan ayınız mübarək olsun, gecəniz mübarək olsun. Çox sağ olun. Dəyər verdiniz, əziyyət çəkdiniz, dəyərli vaxtınızı bizimlə, bizim izləyicilərimizlə paylaşdınız və dəyərli məlumatları bizimlə bölüşdünüz. Sağ olun, var olun Abbas müəllim. Sağ olun. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bugün biz namaz haqqında danışdıq. Peyğəmbərimizin gözümün nuru dediyi namaz və dinin dirəyi olan namaz haqqında. Studiyamızın da qonağı çox dəyərli elm insanımız, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov idi. Son olaraq, bugün namazın və Ramazan ayının ruhumuzu necə təmizlədiyini, bizə necə mənəvi dərinlik qazandırdığını bir daha hatırladıq. İnsan ruhunun nur axtarışı bitməz. Namaz bu axtarışın ən gözəl yolu, Ramazan isə ilahi mərhəmətə açılan ən müqəddəs qapıdır. Həzrət Mövlanənin də dediyi kimi, sən özünü bir damla su bilirsən, amma əslində bir dəryasan. Namaz və dua o dəryanın dərinliklərini görməyə imkan verir. Səzdəyə getdiyin zaman yalnız alnını yerə qoyma, ürəyini də Allaha aç ki, səni yenidən yaradıb nurla doldursun. Elə isə gəlin hər səzdədə, hər dua anında, hər oruç saatında içimizdəki nuru artıraq və bu ilahi səyahətə davam edək. Sağ olun, sağlıqla qalın. Gecəniz mübarək olsun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber,
أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدًا رسول الله أشهد أن محمدًا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وابعثه اللهم مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد برحمتك يا أرحم الراحمين اللهم لك سمنا وبك آمنا وعليك توكلنا وعلى رزقك أفطرنا Allah'ım senin rızan için oruç tuttuk. Sana inandık. Sana güvendik. Senin verdiğin ruziyle orucumuzu astık. Kabul et ya Rabbel Alemin. Amin.